Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbi sallallahu Muhammed ve Muhammed. Qardaşlar, mən sizə bir qardaşımızın tapdığı 1957 ilə əlaqədar olan bir videonu paylaşmaq istəyirəm. Çoxdandan tapılıb, kim tapıb bilmirəm. Deməli, buyurur ki, وَرَفَعْنَهُ biz onu ucaltdıq, məkənən aliyyen, uca bir yerə. 19-cu surənin 57-ci ayəsində buyurur Allah Teala. 56-cı ayəyə baxsaq görərik ki, İdris peyğəmbərdən söhbət gedir. Amma Quranın axı batinləri çoxdur, hər batinin öz batini var. Birinci mənada İdris peyğəmbər aiddirsə, ikinci mənada baxırlar ki, düzün yenə Allah bilər. 1957-də nə olub? Surənin nömrəsi 19-dur, ayənin nömrəsi 57. 1957-də Sputnik adında aparatı Sovet dövləti göyə göndərib. Ondan öncə insan övladı heç vaxt göyə bir şey göndərib orada saxlaya bilməmişdi. İlk dəfə Sputnik adında aparat idi, göyə gedib orada dayanıb. İndi Allah Teala 19-cu surənin 57-ci ayəsində deyir ki, وَرَفَعْنَهُ biz onu ucaltdıq, məkənən, o məkana ki, əliyyən, ucadır. Fikir verin. İndi mən də baxdım ki, deməli, həmən surə, 19-cu surənin 22-ci ayəsində Allah Teala buyurur ki, فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهِ məkənən qasiyən. Yəni, mənası nə deməkdir? Deyir, fəhəmmələthu, o yükləndi. Həzrəti Məryəmdən söhbət gedir. Amma biz bunu qalaksilər deyə bilərik. Qalaksilər yükləndi. Qalaksinin içindəki, bütün qalaksilərin içindəki planetlər yükləndi. Planetlərlə, ulduzlarla yükləndi. Fəhəmmələthu, o yükləndi. Fəntəbəzət bihi, onunla çəkildi. Həmən yüklə birlikdə çəkilir. Hara çəkilir? Məkənən, bir məkana. Hansı məkana? Qasiyyən, uzaq bir məkana. Fikir verin, qalaksilər bir-birindən aralanır. Bunu 1929-da kəşf edirlər. 1929-da. Amma 1922-də, yəni 19-cu surə 22-ci ayəsində Friedman adında bir alim qalaksinin genişlənməsi haqqında nəzəriyyə irəli sürür. Bu nəzəriyyə elə belə öz kefindən sürmür. Tam dəlillərlə, sübutlarla sürür, amma 1929-da tam təsdiqlənir ki, çünki baxırlar, gözləri ilə görürlər. Amma 1922-də nəzəriyyə irəli sürülmüşdür Friedman tərəfindən. Deyərsiniz ki, bu axı Həzrəti Məryəmə aiddir. Bəli, birinci mənada Məryəmə aiddir. Amma ikinci mənada biz belə deyə bilərik ki, amma yenə düzün Allah bilir. Nə deyir? Biz onunla yükləndi, onunla çəkildi, o məkana ki, qəsiyyən, uzaqdır. Tam qalaksilər əvvəlcə yüklənir, planetlər tərəfindən, ulduzlar tərəfindən bir yük alır. Sonra çəkilir, qalaksilər hamısı bir-birindən öz yükü ilə çəkilir. Hara çəkilir? Uzaq bir məkana. Fikir verirsiniz, yəni bunu bu cürdə baxa bilərik. Məncə, burada Allah Teala bizə işarə edir. Düzün Allah bilər.